Pnevmoniya xüsusilə qış aylarında insanların tez-tez qarşılaşdığı ciddi tənəffüs xəstəliklərindən biridir. Əvvəlki soyuq dəymə və ya viral infeksiyaların ağırlaşması nəticəsində yaranan bu xəstəlik bəzən adi soyuq dəymə ilə qarışdırıla bilər. Pnevmoniyanın vaxtında aşkarlanması və düzgün müalicəsi həyati əhəmiyyət daşıyır. Bu səbəbdən pnevmoniyanın əlamətləri, diaqnozu və risk qrupları və profilaktik tədbirləri haqqında məlumat sahibi olmaq hər kəs üçün vacibdir. Bu barədə pulmonoloq Əsəd Beydullayev Missiyaza danışıb. Pnevmoniya xəstəliyinin yaranmasının əsas səbəbləri əksər halda keçirilmiş viral infeksiyaların ağırlaşmasıdır və bu fonda da pnevmoniya formalaşa bilir. Pnevmoniya xəstəliyi iki cür daha çox rast gəlinir: tipik və atipik. Yüksək bədən hərarəti, halsızlıq, iştahsızlıq, bəlğəmli öskürəyin çox olması ilə gedən tipik pnevmoniyalar var. Bir də atipik pnevmoniyalar var, hansılar daha sensi gedir, asta gedir və deməli temperatura normal gedir, bəzən subfebril temperatur olur, halsızlıq, iştahsızlıq zəif olur. Bu cür törədicidən asılı olaraq iki tipli davam edir. Əsəd Beydullayevin sözlərinə görə pnevmoniyanın diaqnozu yalnız pulmonoloq və ya terapevt tərəfindən aparılmalıdır. Ən vacib müayinə üsulları arasında rentgen müayinəsi və qan analizi yer alır. Xəstəlik bəzi insanlarda daha ağır keçə bilər. Xüsusilə 65 yaşdan yuxarı şəxslər, 5 yaşa qədər uşaqlar və ağır xroniki xəstəlikləri olan insanlar risk qrupuna daxildir. Əgər bədən hərarəti 3-4 gündən artıq davam edirsə, bəlğəmli öskürək, halsızlıq və iştahsızlıq müşahidə olunursa, pnevmoniya ehtimalı yüksəkdir və mütləq müayinə olunmalıdır. Pnevmoniya ilə adi soyuq dəymə arasında fərq ondan ibarətdir ki, adi soyuq dəymə dediyiniz hal viral infeksiyadır və bu deməli viral infeksiya zamanı qızdırma adətən 3 gün davam edir, sonra keçir gedir. Öskürək ola da bilir, olmaya da bilir. Pnevmoniyada adətən qızdırma daha uzun müddət davam edir, xəstənin vəziyyəti daha ağır olur, bəlğəmli yayğın deməli yaş xırıltılar olur, öskürəklər olur. Bunları bir-birinə ayırmaq əslində çox çətin bir haldır, çünki çox bənzər əlamətlər çoxdur, sintoksikasiya ilə gedir. O yüzden çətindir. Pnevmoniyanın ən çox yayılmasının səbəbləri deməli insanların qapalı ortamlarda olması və xəstə insandan yoluxmadır. O yüzden qış aylarında pnevmoniya daha çox yayılır və bu halın olmaması üçün tez-tez evlərin havalandırılması, xəstə insanlarla kontaktdan qaçınılması, dezinfektantlardan istifadə olunması çox yaxşı kömək edərdi. Peyvənd immunitet sisteminin gücləndirilməsi. Bəli, immunitet sisteminin gücləndirilməsi, idmanla məşğul olunması, düzgün qidalanma, düzgün yuxu rejimi bunlar çox vacibdir. Eyni zamanda peyvəndlər var. Deməli 5 ildən bir pnevmoniya peyvəndi, hər il qrip peyvəndi olunur. 65 yaşdan yuxarı insanlarda isə pnevmoniya peyvəndi bir dəfə olunur. Və bu önləyici tədbir kimi xüsusən də xronik xəstəliyi olan xəstələrdə çox vacibdir. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.